Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü Sumqayıt şəhərində qeyd olunub. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Öncə ümumilli lider Heydər Əliyevin adını daşıyan parkın girişindən dahi şəxsiyyət Heydər Əliyevin abidəsinədək yürüyüş təşkil olunub. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayağı olmuş, xalqı ardınca aparmışdır. Tarixlərə yazılan şəxsiyyət var. Daha sonra Ulu Öndərin abidəsi ziyarət olunub, önünə güllər düzülüb, dahi şəxsiyyətə hörmət və ehtiram bildirilib. Bildirək ki, şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzaranının yaxşılaşmasında ümumilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndər ölkəmizə rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib və hər səfəri şəhərin tarixində mühüm hadisələrlə yadda qalıb. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Qeyd olunub ki, bugün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtı ilə qazandığı şöhrətini yenidən bərpa edib. Yaratdığı inkişaf nümunələri ilə Sumqayıt bugün Heydər Əliyevin arzuladığı bir səviyyəyə yüksəlib. Ulu Öndərin ideyaları və Prezident İlham Əliyevin inkişaf siyasəti şəhərin tərəqqisinin təməlində dayanan əsas prinsiplərdir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq Sumqayıt Azərbaycanın yeni inkişaf mərhələsində də qürur doğuran inkişaf nümunələrinə imza atacaq. Heydər Əliyev duhası, Heydər Əliyev zirvəsi bizdən vaxt baxımından uzaqlaşdıqca biz o zirvəni daha yaxşı görürük, daha yaxşı dərk edirik. Biz o xoşbəxt insanlardanıq ki, onunla bir dövrdə yaşamışıq və onun böyük arzuları olub Azərbaycanla bağlı və biz çox şadıq ki, bir xalq olaraq ki, onun o arzuları həyata keçir. Artıq Qarabağımız qayıdıb, artıq suverenliyimiz bərpa olub. Qeyd edək ki, ümumilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi. Dövlət başçısı İlham Əliyev xalqımıza 2023-cü il sentyabrın 19-da növbəti qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda uzatmaqla xalqımızın arzularını çin etdi. Bununla da müstəqil Azərbaycan suverenliyi tam bərpa olundu. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, geniş miqyaslı bərpa və yenidən qurma işləri aparılır. Ulu Öndər xalqımızı olduğu yerdən arzuladığı, istədiyi yerə aparıb çıxara bildi. Və bugünkü bizim qələbəmiz, inkişafımız hamısı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamıdır, iqtisadi kursunun davamıdır, Heydər Əliyev irsinin davamıdır. Heydər Əliyevin siyasi kursu, iqtisadi və onun ümumiyyətlə irsi bizim milli sərvətimizdir. Bugün xalqımız ümumilli liderin siyasi varisi, yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev siyasi kursunun həyata keçirilməsində yaxından iştirak edirlər. Ümumilli lider Heydər Əliyev təkcə xalqımızın deyil, dünya siyasətinin nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayır və yaşayacaqdır. Sənə çatmaq gərəkdir. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar. Tarixlərə yazılan şəxsiyyət var, ilahi adını xalqın verdi.
tədbir iştirakçıları Heydər Əliyev parkında ağac əkiblər. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün İnformasiya proqramı üçün.